Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. İki ölkə arasında münasibətlər son illərdə siyasi və diplomatik əməkdaşlıqla yanaşı iqtisadi müstəvidə də sürətlə inkişaf edir. İki qardaş ölkə arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətlə inkişaf edib və ən vacib məsələlərdə daim bir-birinə dəstək göstərib. Ölkələr arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun 18-19 iyun 1997-ci ildə Özbəkistanın rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Özbəkistanla münasibətlər hazırda ən yüksək inkişaf mərhələsinə, müttəfiqlik səviyyəsinə gəlib çatıb. Özbəkistan və Azərbaycan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır. 2022-ci ildə cənab prezidentlərimizin ilk təmaslarından sonra Özbəkistan-Azərbaycan münasibətləri yeni bir mərhələ, yeni bir səviyyəyə qədəm qoydu və həmin dövrdə etibarən iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə, indi isə əbədi dostluq münasibətləri xarakteri daşıyır. Bu Azərbaycanla diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq. Bu gün Azərbaycan Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə müstəsna xarakter daşıyan əlaqələrin həm iki tərəfli qaydada, həm də çox tərəfli müstəvidə dərinləşməsinə xüsusi əhəmiyyət verir. Xalqlarımızın onsuz da əbədi dost olduqlarını, Azərbaycanla Özbəkistan arasında tarixi bağlantıların mövcudluğunu qeyd edən prezidentin köməkçisi deyib ki, biz buna hətta Əlişir Nəvainin, digər özbək ədiblərinin əsərlərində, həmçinin xalqlarımızı birləşdirən başqa ədəbi əsərlərdə və dostluq münasibətlərində görə bilərik. Bu səfər çərçivəsində dövlət başçıları tərəfindən sənəd imzalanacaqdır. Başqa sözlə desək, artıq de facto tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır. Həqiqətən də biz həmişə əbədi dost olmuşuq. Ölkələrimiz, xalqlarımız arasında bugün də artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaqdır. Bu sənəd ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyur. İki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevrilir. İki qardaş ölkə arasındakı münasibətlər son illərdə həm intensivləşib, həm də zənginləşərək çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistana bu gün baş tutan sayca 3-cü dövlət səfəri də bunu təsdiqləyir. Səfər zamanı Ali Dövlətlərarası Şuranın 3-cü iclasının baş tutması qarşılıqlı anlaşma və yüksək etimad mühitinin formalaşmasından xəbər verir. Düşünürəm ki, elə əbədi dostluq haqqında müqavilədə əks olunan ərazi bütövlüyünə hörmət, suverenlik, təhlükəsizlik təhdidlərinin birgə neytrallaşmasına dair ortaq düşüncənin olması, eləcə də digər strateji prioritet hesab olunan məqamlar qarşıdakı dövrdə ticari-iqtisadi ilişkilərə və digər sahələrin inkişafına gətirib çıxaracaqdır. Ümumilikdə dövlətlər arasında münasibətləri xarakterizə eləsək, Azərbaycan və Özbəkistan arasında münasibətlər bugün sürətlə inkişaf eləyir və bunun əyani göstəricisi olaraq Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasına Azərbaycanın tam hüquqlu üzv kimi qəbul olunması da önəmli göstəricidir. Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq ənənəvi ticarət münasibətlərindən daha geniş məzmun alaraq investisiya, sənaye korporasiyası, enerji və nəqliyyat logistika layihələrini əhatə edir. İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması, yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Xəzər üzərindən qərb bazarlarına çıxış imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın böyük istehsal və ixrac potensialına malikdir. Özbəkistan Respublikasında qeydiyyatdan keçən Azərbaycan investisiyalı şirkətlərin sayı artıq 500 müəssisənin gəlmişdir və bu ən 2 il ərzində 2 dəfə artım deməkdir. Biz hər iki ölkə rəhbərinin müəyyən elədiyi hədəfə uyğun olaraq iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması nəzərdə tutulub və bu potensial mövcuddur. Azərbaycan və Özbəkistan очень близки. Azərbaycan və Özbəkistan indi bütün sahələr üzrə sıx əməkdaşlıq edirlər. Bizim xalqlarımızı həm də tarixi köklər bağlayır. İqtisadi, ticari münasibətlərin kökündə və inkişafında iki ölkə liderlərinin iradəsi dayanır. Onu deyə bilərəm ki, keçən 4 ildə ölkələr arasında yaxınlaşma nəticəsində iqtisadi əlaqələrimiz artıq yeni xarakter alıb. Əgər əvvəl ticari dövriyyə 10 milyon dollarla ölçülürdüsə, indi biz milyardlardan danışırıq.
Ölkələrimiz arasında son illər ərzində iqtisadi, energetika, nəqliyyat sahələrində əməkdaşlıq daha da genişlənib. Azərbaycanda hazırda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Onlar azad olunmuş ərazilərdə də iqtisadi layihələrə cəlb olunublar. Strateji və səmimi qardaşlıq münasibətlərinə malik olan iki dövlət arasında əməkdaşlıq bütün sahələr üzrə getdikcə dərinləşir. Münasibətlərin inkişafı yalnız ticarət dövriyyəsindəki artımlarda deyil, həmçinin birgə sərmayə qoyuluşlarında da özünü göstərir. Əhməd Məmmədov, Vəfa Şəhlayi, Ramin İsmailov, ATV Xəbər.